Salam dostlar, bildiyiniz kimi mən kub velosipedi satdım və bəzi dostlar düşündü ki, mən velosipeddən tamamilə uzaqlaşıram. Amma bu mümkünsüz bir şeydir. Buna səbəb mənim ruhum velosipeddən qidalanır. Yəni məni xoşbəxt edən velosipeddir. Və orada mən söz işlətmişdim ki, yeniliklər eləmək lazımdır. Və yenilik nədir? Yenilik budur dostlar. Yenə də kub modeli, amma bu dəfə gravel aldım. Təbii ki, bunu şose velosipedi qədər bir barmaqla qaldırmaq olmur. Buna səbəb isə bunun çəkisi 13 kilodur. Amma məndə əvvəlki velosipedim isə 8 kiloydu. Təbii ki, onunla daha rahatdır yaxın məsafələr falan sürmək. Amma uzun məsafələrdə istər-istəməz insanı yorur. Buna səbəb isə rulu daha çox aşağı olduğuna görə insan çox əyilmiş olur. Amma bu velosipeddə elə bir problemlər yoxdur. Çünki oturuş bucağı daha komfortludur. Şose velosipedinə bənzəyir, amma tamamilə fərqli bir modellərdir. Ağır olsa da daha çox bizim yollar üçün əlverişlidir. Hər kəsə gravel məsləhət görərdim. Həm şəhər içində, həm uzaq məsafələrdə ideal variantdır. Çünki bundan sonra bütün turlarım artıq bu velosipedlə olacaq. Məsafə getdikcə daha da artacaq. Necə ki, məsələn, ən uzun məsafəm Gəncəyə getmişəm mən velosipedlə. Bundan sonra Qazax tur olmalıdır, Zaqatala olacaq. İzləmədə qalın. Bir də mənim hər zamanki sözüm, hər gününüzü son gün kimi yaşayın, həyatdan həzz alın. Ən əsas məsələ sağlam qalmaq üçün velosiped sürün.